Cəmaatın fikri bizim üçün nə qədər önəmlidir? Doğrusunu desək, hamımız istəyirik ki, haqqımızda yaxşı danışsınlar. Heç kim istəmir ki, barəsində pis söz çıxsın. Amma çox vaxt elə olur ki, cəmaatın özü bizdən qabağa keçir. Bir addım atanda da fikirləşirik ki, cəmaat nə deyər? Axı cəmaat bizim həyatımızı yaşamır. Nə dərdimizi bilir, nə arzumuzu, nə də gecələr yatmayıb qurduğumuz xəyallarımızı. Sadəcə baxır, danışır və keçir gedir. Biz isə o sözlərin altında əzilirik bəzən. Əslində bizə lazım olan biraz özümüzə inamdır, biraz özümüzü dinləməkdir. Çünki səhv etsək də, düz etsək də, onun nəticəsini biz yaşayacağıq. Həyat yükümüzü cəmaat daşımır ki, qərarımızı da onlar versin. Cəmaat danışacaq, bu həmişə olub, həmişə də olacaq. Əsas odur ki, biz öz yolumuzun arxasında dura bilək. Bu həyat bizimdir.